Hanımlar ve cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eləsin. Xahiş edirəm ki, yayımı bəyənin, paylaşın. İlham Əliyev 40 gün ərzində 28 kanalımızı vurdurubdu. Hamısı da 100 minlik, milyonluq baxışı olan, gündə milyonluq baxışı olan kanallar idi. Əziz həmvətənlərim, dəyərli soydaşlarım, deyəsən İlham Əliyevin bu Çin səfərinin yeganə uğuru bu TikTok'dan müxalifəti yığışdırmaq ya müxalifətin TikTok'da səsini kəsməyə yönəlib və deyəsən bunu bacarıbdı. Bilirsiniz ki, TikTok platforması Çinin platformasıdır, diktatorların platforması desək yanılmaram. Bu TikTok səhifəsində yeni açdım. Değerlendirme yine bir zəhmət yine o beğenme düğmesini basın ve takipçi olun kanalımıza ki gerçəklilərdən sizi xəbərdar eləyək. Bəziləri deyir ki, Qabil gerçəklilərdən xəbərdar eləməsən nə olasıydı? Deyir, hemen nüvə bombası atıla bilər, o ola bilər, bu ola. Deyir, güya sən kanalına takipçi olanda nüvə bombası atılmayacaq. Ay bədbəxt demirəm, atılmayacaq. Deyirəm ki, nüvə bombası var ki, bizə fəsadları 10 saata gələ bilər, 1 sutkaya, 2 sutkaya, 3 sutkaya gələ bilər. Nüvə atıla bilər ki, o bizim yarım saata bizə çata bilər. Yəni, milyonları ölkə xaricində məhvə sürükləyən İlham Əliyev sizi güya qoruyacaqmı? O məmurların hamısının 3 nömrəli, 4 nömrəli telefonları var. Bizə və özəl pozivnoy verəcəklər, həyəcan verəcəklər özəl. Deməli, hamısı, hər məmur, icra başçısı, polis rəisi, rəis mavini öz qohumlarınızı gizləsə 10 milyonluq Azərbaycan olmayacaq, olacaq 200 minlik Azərbaycan, 300 minlik Azərbaycan və salam çörək istəyənlərin sayı azaldılacaq. O məmurların hamısının villalarının 6-2-3 mərtəbədir. Onlar hər cürə ehtiyatını görüblər, narahat olmayın. Sizə deyirəm ki, kanala abunə olun ki, anında bir hadisə baş verəndə sıra sizə xəbərdar eləyək. Və siz bunun qarşısını alasınız, ya tədbir görəsiniz, nətər deyim, o həyatda qalmaq üçün tədbir görəsiniz. Dəyərli vətənlərim, yadınızda deyil, sonuncu dəfə kubik ovuntusunu un əvəzi qatırdılar. Unun yarısı kubik ovuntusuydu. Hamı mədə altı və xərçəngi, bağırsaq xərçəngi olasıydı. Məsələn, 2-3 milyon insan izlədi. Və çox adam artıq diqqət eləyir, ya özü uyudur bu taxılı, qarğıdalını, hər nəysə. Dəyərli vətənlərim, uzun sözün qısası, yayımı bəyənin, paylaşın. Yayımıma takipçi olanlar, Allah da sizi takip eləsin. Bəyənənlər, Allah da sizi bəyənsin. Bəyənməyənlər, Allah Taala sizi baboş eləsin. Və salam, tutarız getdi. Deməli, dəyərli vətənlərim, bugünkü canlı yayımımızın anonsunu verirəm. 1. İranda vəziyyət və İran prezidentinin Azərbaycana gəlməsinin pərdə arxası. Hamı danışır da, bombadır vəziyyət. Görüşdülər, kardeşim, kardaş. Sanki elə danışdı ki, İranın prezidenti elə bil Azərbaycanın prezidentidir. Birinci o Yezdi Kürdüdür. Bu birincisi. İkincisi, pərdə arxasında İlhamı necə dirədilər? İndi də Netanyahu gəlir. Aləm deyib bir-birinə. İlham Əliyev üçün yolun sonudur. İlham Əliyev o şpagat açır da balanslı siyasət deyirdi. Mən dedim, İlham Əliyev etmə belə. İki yana baxan çaşqalar. İki yana baxdı, indi görürsünüz nə gündədir. Dəyərlənmədən bunun pərdə arxasını, İlhamdan İran nə istədi? İndi Netanyahu gəlir, o nə istəyəcək? Rusiya nə istəyir? Aləm deyir bir-birinə İlham Əliyev üçün yolun sonu göründü. Mən bunu sizə çatdıracağam. O yalan xəbərləri də, uydurma xəbərləri də inanmayın. Dəyərli vətəndaşlar, bir dənə də o deyirlər, Suriyanın prezidenti, nədir onun adı? Əl-Şara. Azərbaycan sokarının Suriyada neft qaz çıxarmağına dəvət eləyib. Bu elə döyülə kişi. Erdoğan İsrailin, Yahudilərin uşağıdır. Erdoğan birbaşa açıqca nəsə eləyənmir, nefti, qazı İsrailə verə bilmir. Ona görə Türk xalqı narazı qalmasın deyə Əl-Şaranı da çağırdı. Motosikletin belində, kürəyində minamyot hərləyən adamdır o adam. Çağırdı ki, birdən-birə deyənmir, vətənpərvər adamdır, sən İsrailə bu qədər qucaq aç. Deyənmir axı bunu. Onu İlhamı çağırdı o Antalya təşkilatına, orada ikisini otuzdurdu. Dedi ki, İlham Əliyev dedi, İsrail də mənli idi, Erdoğan da mənli idi. Sən o bir dənə deyən nefti qazı Sokara həvalə eləyirəm. Vəssalam, Türk xalqı, uzun sözün qısası, Türk xalqının gözündən qıraq, İraq, Erdoğan Suriyanın zənginliklərini İsrailə
bəxş elədi. Və salam, şüt tamam, qutarı getdi. Və son zamanlarda indi burada vacib incə məqamlar var. Artıq Suriya İsraili dəstəklədi, İsrail tərəfə getdi, bir də ərəb ölkələrinə. Artıq Erdoğan birbaşa çəkildi. O tərəfə geçsəydi, zaten pərdə arxasındakı əməlləri bilinir, daha da biabır olacaqdı, hələ bu tempdə, bu zamanda. Deməli deyilən həm İran prezidentinin Azərbaycan gəlməsinin pərdə arxasını deyəcəyəm. Çox dəhşətli. İkinci, Rusiya-Ukrayna savaşı. Bilirsiniz ki, Trump istədi 100 günü tamam olur Trump'ın sabah. Trump istədi ki, yəni 100 günlüyündə ateşkəsə nail olsun. Yəni bir oyun oynadı da Trump deyə, oyun oynamaq istədi. Dedim ki, bu Trump'ın oyunudur. Trump biz deyən adam olacaq, narahat olmayın. Və nəhayət Uitkin, əvvəllər də Putin həmən söz demişdi, amma niyə belə demirdilər? Uitkin, Trump'ın bu Ukrayna-Rusiya məsələləri üzrə təmsilçisi deyib ki, Putin açıqca dedi ki, mən müharibəni dayandırmıram. Və salam, biz belə də gözləyirdik. Mən ta 4 ay, 5 aydan demişdim, belə də olacaq. Aprelin sonu, may ayı, bəlkə də iyunun 5-nə 10-na Trump görün, Avropadan betər Rusiyaya qarşı çıxacaq. Neyse, uzun sözün qısası dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Trump'ın 100 günlüyünün nəticəsindən danışacağıq. Rusiya-Ukrayna savaşının indi hansı istiqamətə gedəcəyindən danışacağıq. Hindistan-Pakistan savaşından danışacağıq. Hindistan-Pakistan məsələsinin bizə toxunan hissələrindən danışacağıq. Yəni, maraqlı bir efir olacaq, gələ bilərsiniz. Əliyevin vəziyyətinin gərginləşməsi əsas xəbərlərimizin biri olacaq. İlham Əliyevin vəziyyəti çox gərginləşibdir. Dəyərli həmvətənlərim, Azərbaycanda baş verən son olaylardan danışacağıq. Daha sonra DSX-da yenə də bir gizir özünə qəsd elədi, onunla danışacağıq. İranla görüşmələrin gizlinləri dedim, çox maraqlıdır. Əliyev Kaçaryanı, İlham Əliyev, xalası oğlu Kaçaryanı niyə Interpola axtarışa vermir, onunla danışacağıq. Çox maraqlı efir sizi gözləyir. Sadəcə nə istəyirəm sizdən? Bax bu Qabil kanalı, altdan da düzünə Qabil yazılıb. Düzünə, yəni düzünə, ü hərfi qoymaq yaddan çıxıb, yox. Bu kanala takipçi olun, bəyənin və dəyərlənmədən. Bilin ki, burada bir xəbər də deyim, onu biləsiniz. Gəldi, Trump gəlir, Pezeşkiyandan sonra Netanyahu gəlir, Netanyahudan sonra Erdoğan. Aləm deyib bir-birinə. Elə bilirsiniz İlham Əliyev hörmətli adamdır. Hamısı gəlir. Öz Uslovyanı. Səni mən toxunmadım. Sənə bu dəstəyi verdim, indi bunu verməlisən. İlham Əliyevin borçlarını almağa gəlirlər ya da şəxsi bizneslərini bölməyə gəlirlər. Siz nə danışırsınız? İlham Əliyev pis vəziyyətdədir. İlham Əliyev həkim nəzarətindədir. Yəni, deyələmədən bir şey də deyim ki, İlham Əliyev haçansa mənim kanallarımı hər gün vurdurursa, indi nə tapıflar bilirsinizmi? İstəyir abunə, istəyir takipçi sayım 10 minə çatsın, 10 min, 20 min olsun. Canlıya çıxa bilmirəm. Heç bir şikayət də yox. Bir video yüklürəm, abunə sayı 2000-3000. Amma 500'dən normalda canlıya çıxmasan canlıya çıxa bilmirəm. İlham Əliyev mən deyəndə mənim doğuşanımdır. İlham Əliyev qorxur, doğuşandır. İnanmırsınız. O İlham Əliyev öz kölgəsindən qorxan adamdır. Neyse, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, yayımımızı bəyənin, paylaşın. İlham Əliyev mənim yayımlarım yadınızdadırmı? Əvvəl də belə hadisələr oldu. Hər gün vurdurursa, yenə ya hansısa təyyarəmiz nə olacaq? Ya yenə İbrahim Reisi kimi hadisə baş verəcək. Ya aləm deyəcək bir-birinə, ona görə mənim kanallarımı vururlar. Çünki ölkədə və xaricdə bir dənə insanımızı narahat edən məsələ olanda hamı Qabil axtarır. Bilir ki, ən gerçəyi, ən düzünü Qabil deyəcək. Ona görə mənim kanalımı vururlar. Siz də takip edin ki, canlı yayıma çıxamıram, hələ cəhənnəmə çıxamayım. İmkan vermirlər cəhənnəmə. Ancaq heç olmasa cansız yayımlarla kanalımız böyük olsun və daha çox adamlara fikrimizi çatdıra bilək. Narahat olmayın, yayımızı bəyənin, paylaşın. Gəlin canlı yayıma. Bu yayıma baxdınız, gəlin canlı yayıma. Sağ olun, salamat qalın. YouTube kanalı haqsızlığa susma.